Rinoplastikadan sonra burun tıxanıqlığı normal və müvəqqəti haldır. Bu hansı hallarda yarana bilər? Birinci, əməliyyatdan sonra necə ki burun xarici görünüşündə şişkinlik və ödemlər var, eyni zamanda daxilində də ödem və şişkinliyə bağlı burun tıxanıqlığı müşahidə oluna bilər. İkinci, burnumuza yerləşdirdiyimiz silikon tamponlar. Üçüncü, sağalma prosesində burunda yaranmış seliklər və qabıqlar burun tıxanıqlığının yaranma səbəblərindən biridir. Bunu aradan qaldırmaq üçün nə etmək lazımdır? Birinci növbədə bol-bol dəniz spreylərindən istifadə etmək, həkimimizin tövsiyə elədiyi dərmanlardan mütəmadi olaraq istifadə etmək və başımız nisbətən daha yüksəkdə yatmalıyıq və burnumuzu sıxmaq, güclü askırmaq kimi hərəkətlərdən uzaq olmaq lazımdır. Ümumilikdə 1-2 həftə ərzində tıxanıqlarımız nisbətən normallaşır və 1-2 ay ərzində artıq tam normal vəziyyətə düşür. Daha uzun müddət davam eləyirsə, mütləq şəkildə həkiminizlə məsləhətləşmək vacibdir.